Real Madrid Bavariyaya niyə uduzdu və bizi cavab görüşündə nə gözləyir? Qısaca bu oyunu 2 yerə bölmək olar. 2-0-a qədər və 2-0-dan sonra Real Madridin verdiyi reaksiya. Real Madrid yenə də Manchester City ilə olduğu kimi Fede Valverde'nin də müdafiəyə düşmək şərti ilə 5-3-2 oynamaq istəyirdi Bavariya Münxenlə. Lakin bu alınmadı. Bavariyadan həddindən artıq sığortalanmağa çalışdı komanda və nəticədə Real Madrid tez-tez birinci hissədə panika şəklində belə deyərdik, öz müdafiəsinə 7-8 oyunçu ilə bir xəttdə düzülməyə başladı. Baxın, Konrad Laimer maçın əvvəlində bu xaosdan bir epizod əldə edir, amma o müdafiəçi olduğuna görə onun zərbə texnikası düzgün deyil. Lakin analoji epizod ikinci hissənin əvvəlində Harry Kane əlinə düşür və Harry Kane də Kane olduğuna görə bu epizoddan tam olaraq fərqlənir. Bunun da əsas səbəbi o Real Madridin 5-3-2-sinin xaotik rejimdə 7-1-2-yə çevrilməsi idi. İkinci tərəfdən Real Madrid 2-0-a qədər hardasa 9 oyunçu meydanın özünə aid olan 30 metrliyində idi və nəticədə Vini ilə Mbappe izolyasiyada qalmışdı. Amma ikinci hissədə 2-0-dan sonra artıq Arbeloa'nın müdafiədə oturmaq şansı olmur. Ona görə də Arbeloa risk edir. Mbappe sağ cinahda qalır. Vini sol cinahda. Nəticədə Mbappe ilə personal oynayan onunla sağ cinaha elinir və bunun da məqsədi ondan ibarət idi ki, Bavariya ortasını mümkün qədər açıq edir və bundan Real Madrid istifadə etməyə çalışır. Elə komandanın vurduğu qolda əslində bu boşluqdan gəlir. Burada əlbəttə ki, meydana sonradan uğursuz girən Alfonso Davies gecikir və Trent Arnold-Alexander sağ yarımcinaha girməklə qol epizodu yaradır. Bu da əslində Real Madridin ikinci oyunda rəqibə qarşı olan real şansıdır. Çünki Bavariya əslində Realın belə oyununu neytrallaşdırmaq üçün bir qədər orta bloka oturmalıdır. Nəzərə alaq ki, kampaniya hələ ki adaptiv deyil. Bavariya isə belə komandalardan cəzalana bilər. İndi olmasın Real, yarımfinalda olsun PSG. Ona görə də oyunu hər iki tərəfə açmaq, bir növ yaradıcı xaosa çevirmək həm Reala, həm də Bavariyaya kifayət qədər epizodlar əldə etməsinə şans yaradacaq. Bavariyanın bir üstünlüyü olacaq ki, əlbəttə ki, maç Allianz Arenada Münxendə olacaq və bu dəfə Real Madridin coşqulu həm stadion faktoru, həm də ki, azarkeş dəstəyi olmayacaq. Real Madrid bu görüşdə əlbəttə ki, bu dueldə outsider olsa da şanssız deyil. Siz necə fikirləşdirsiniz? Real Madridin Münxendə remontada şansı var, yoxsa komandanın qatarı artıq gedib?